Mən Əzli Eldəniz, Yunan-Roma güləşçisiyəm. Bugün kimi qazandığım nəticələr böyüklər arasında 4 dəfə dünya çempionu, böyüklər arasında 2 dəfə Avropa çempionu olmaqla toplamda Azərbaycan güləşində ən çox dünya və Avropa medalçısı olan idmançıyam. Azərbaycan Olimpiya idman böyüklər arasında ilk idmançıyam ki, 4 qat dünya çempionuyam. Küçədə uşaqlarla güləşirdim. Elə oldu ki, məktəbimizdə yenə güləş zalı açıldı və təsadüfən mən ilk öncə sərbəst güləşə başladım. Bir müddət sonra artıq yerimi dəyişərək Yunan-Roma güləşinə keçdim və belə güləş karyeram beləcə başlamış oldu. Mən xatırlayıram ki, o dönəmdən bizimlə çox uşaqlar məşqə başladı, amma bugün onların böyük əksəriyyəti, demək olar ki, heç kim mənim güləş dövründən qalan uşaqlarını heç kim güləşi davam elətdirmədi. Sadəcə mən güləşi davam elətdim və yığma komandanın tərkibi ilə Bakıya gəldim və burada artıq böyük karyeram başlamış oldu. ...2007-ci ildə ilk dəfə Azərbaycan çempionatında 3-cü yerə çıxdım və təbii olaraq Azərbaycan milli komandasına yeniyetmələrdən ibarət milli komandasına dəvət aldım. Mən ilk dəfə qatıldığım beynəlxalq turnirdə çempion oldum. Ondan sonra artıq milli komandanın məşqçiləri mənə dəyər verməyə başladılar. İlk dəfə olaraq yeniyetmə arasında Avropa çempionatına qatıldım və orada da heç kimə xal vermədən Avropa çempionu oldum və beləliklə artıq 3 il ard-arda yeniyetmələr arasında Avropa çempionu oldum. 2010-cu ildə artıq gənclər karyeram başladı. Orada da gənclərə keçən kimi Avropa çempionu, dünya çempionu oldum və beləcə bugünə kimi gəlib çıxdıq. ...2011-ci ildə Avropa çempionatına qatıldım və orada çox güclü idmançılarla qarşılaşdım. Orada ilk dəfə böyüklər arasında Avropa medalını qazandım. Böyüklərdən ibarət milli komanda başladı. 2018-ci il demək olar ki, mənim üçün artıq yeni bir nəfəs idi, ikinci bir nəfəs idi. Mən 2018-ci ildə qatıldım bütün həm beynəlxalq turnirlərdə, həm də Avropa dünya çempionatlarında demək olar çox asanlıqla qalib gəldim. 2019-cu ildə mən dünya çempionatında mənim unuda bilməyəcəyim görüşlərdən bir görüş oldu. Mən yarı-final görüşündə Kazak idmançısına məğlub oldum. ...2022-ci ildə yenidən Avropa Dünya Çempionatına qatıldım və hər ikisində həm Avropa Çempionatı, Dünya Çempionatı çempion oldum. Won't have enough of the offense tonight, and the gold medal goes to Eldaniz Azizli. Again, back at the top of these continental championships. He has... Ölkə başçısının idmana və idmançılara həmişə böyük diqqəti və qayğısı olub. 3 dəfə dünya çempionu idmançı ölkə başçısı tərəfindən prezidentin fərdi təqaüdü ayrılırdı. Bu mənim üçün daha bir, belə deyək də, bir stimul yaratdı və mən 4-cü dəfə yarışlara qatılası oldum ki, mən tarixi rekord qırım. 2 dənə hobbim varsa, biri futboldur. Futbol oynamağı çox sevirəm. Və mənim 3 övladım var, 2 qız, 1 oğlum var. Bunların içərisində güləşə ən yatımlı ortancıl qızımdır. O güləşi daha çox sevir. Mən hər bir Azərbaycan gəncinə idmanla məşğul olmağı arzulayıram. Özlərini yaxşı ilə vərdiş elətdirsələr, həyatda da təkmilləşməyə və kamilləşməyə doğru gedəcəklər. Həmçində idmanda. Yəni, çalışdan mübariz olsunlar, idmanlarını sevsinlər, oyla yaşasınlar, oyla yatsınlar, oyla dursunlar.